Salam dəyərli izləyicilər, mən bu mənzilin təqdimatına mənə görə mənzilin ən özəl yeri olan eyvan hissəsindən başlamaq istəyirəm. Çünki mənzilin eyvanından şəhərə və dənizə belə bir panoramik görüntü mövcuddur. Eyvanın ümumi sahəsi çox genişdir və döşəməsi isti döşəmə ilə təchiz olunub. Bu isə o demək ki, siz eyvanda bu mənzərəyə qarşı yay və qış mövsümündən asılı olmayaraq istirahət edə bilərsiniz. Qarşı tərəfdə gördüyünüz kimi mənzilə kollektor sistemi quraşdırılıb, 4 ədəd kondisioneri var və hamısı mənzildə qalacaq. Eyvandan mətbəxə və qonaq otağına keçid eləmək mümkündür. Keçid olaraq qonaq otağı ilə sizi tanış edeyim. Bura mənzilin qonaq otağı hissəsidir. Gördüyünüz kimi çox geniş ölçüyə sahibdir. Qeyd edim ki, mənzil şəxsi istifadə üçün təmir olunub və təmirdən sonra çox az yaşayış olub. Mənzilin ümumi sahəsi 165 kvadrat metrdir. Qanuni 3 otaqlıdır. Yerləşmə yeri Əhmədli qəsəbəsi, Xətai rayonu, Gəncə prospektində 20 mərtəbəli yeni tikili binanın 8-ci mərtəbəsində. Keçid olaraq mənzilin digər yerləri ilə sizi tanış edeyim. Mənzilin qiyməti haqqında videonun sonunda mən məlumat verəcəm. Bura mənzilin giriş qapısı, giriş hissəsi, bura dəhliz hissəsidir. Dəhliz hissəsi başdan başa isti döşəmə ilə təchiz olunub. Nəinki dəhliz, kafel, metlaq gördüyünüz hər bir yer isti döşəmədir. Bura mənzilin yataq otaqları, bura birinci yataq otağı. Buradan da şəhərə və dənizə vitraj pəncərələrlə görüntüsü və panoraması var. Bura ikinci yataq otağı, valideyn yataq otağı kimi nəzərdə tutulub. Gördüyünüz kimi ölçüsü çox genişdir. Burada isə belə bir otağın daxilində hamam sanuzel otağı quraşdırılıb. Döşəməsi isti döşəmədir və bütün aksesuarlar mövcuddur. Burada belə bir kiçik otaq var. Yəni saxlanc yeri kimi istifadə oluna bilər və yaxud da gələcəkdə camaşırxana kimi istifadə oluna bilər. Qeyd edim, mənzildə 3 ədəd sanuzel hamam otağı var. Birincisi otaqda gördüyünüz, ikisi isə burada hamam və sanuzel otaqları ayrı-ayrılıqdadır. Bura mənzilin sanitar qovşağı. Bura isə hamam otağıdır. İndi keçid olaraq mətbəx hissəsini sizə göstərim. Bura mənzilin mətbəx hissəsidir. Gördüyünüz kimi bütün mebellər və texnikalar quraşdırılıb və bir daha qeyd edim, mənzil bütün əşyalarla birlikdə satılır. Mənzilin start satış qiyməti 395 min manat təşkil edir və real alıcıya endirim olacaq. Belə dəyərli izləyicilər, bizi izləmədə qalın ki, belə gözəl mənzillərdən xəbərdar ola biləsiniz.